Bir zamanlar həftə sonları müştəri əlindən tərpənmək mümkün olmayan maşın bazarında durğunluq yaşanır. Satışla məşğul olanlar deyirlər ki, son zamanlar işləri yaxşı getmir. Bəs bu vəziyyətin yaranmasına səbəb nədir? Ümumiyyətlə, avtomobil bazarında nə baş verir? Qiymətlər necədir və proqnozlar nədən ibarətdir? Mövzunu araşdırmışıq, gəlin izləyək. Satıcı az, alıcı isə demək olar ki, yoxdur. Avtomobil bazarında durğunluq hökm sürür. Satıcılar Çindən gələn avtomobillərə marağın artmasının digər maşınların satışına mənfi təsir etdiyini deyirlər. Qabaqçı bazarları yoxdur, çox zəifdir. Bu Kitay maşınları da biraz lap zəiflədi maşınları. Yəni onlar da alınır. Yəni intihası bu maşınlar kimi effekt vermir də. İndi amma alınır. Amma bizim maşınlardakı yəni alıcısı yoxdur. Qiymətlər qabaqçına bağlı bir 3 ay, 4 ay bundan qabaq girdə biraz yaxşıdır. Bu 2 ay maşınlar çıxandan sonra sənə fərq elədi. Satış hələ ki zəifdir. İkinci əl avtomobillərdə qiymətlər normaldır, dirçəlmə var. Amerika bazarı, Koreya bazarı hal-hazırda normal vəziyyətdə satılır. Çin bazarında bir balaca yeriləmə var. Qiymətlər yanvar, fevral biraz aşağıdır. Aşağı düşsə biraz maşınlar. Bu aylar biraz zəif olur. Görək inşallah deyirlər martda düzələcək. 2026-cı ilin yanvar ayında Azərbaycana 176 milyon 542 min dollar dəyərində 7591 ədəd nəqliyyat vasitəsi idxal olunub. Bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında məlumat verilib. Ötən ilin yanvarı ilə müqayisədə avtomobil idxalı dəyər ifadəsi ilə 27% artıb, say ifadəsi ilə 72 ədəd və ya 0,9% azalıb. İdxal olunan minik avtomobillərin sayı 6774 ədəd olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 132 ədəd azdır. Ötən ilin birinci ayı ilə, məsələn, yanvar ayı ilə bu ilin yanvar ayını müqayisə edəndə görürük ki, ötən il ölkəyə idxal olunan avtomobilləri daha çox olub say cəhətdən. Və ola bilər ki, bu il Azərbaycana, ölkəmizə avtomobil bir qədər ötən nisbətən az idxal olunsun. Amma bu idxal olma sabit olaraq davam edəcək. Yəni, avtomobil bazarı artmaqda davam edəcək. Ötən ilki kimi sürətli olmasa da, ildə təxminən 2% artma olacaq bazarda. Eldəniz Cəfərov deyir ki, Azərbaycana bir çox yerdən maşın idxal olunur. Lakin əsasən ölkəmizə Gürcüstan üzərindən gətirilir. Gürcüstanda istehsal ilə 6-dan çox olan avtomobillərin idxalına məhdudiyyət qoyulmasından sonra artıq belə maşınların qiymətində artım ola bilər. Bəs ümumiyyətlə bazarda qiymətlər necədir və nə gözlənilir? Hibrid avtomobillərə tətbiq olunan güzəştlərin müddəti bitib və belə nəqliyyat vasitələri də demək olar ki, köhnə qiymətinə qayıdıblar. Qiymətlərin yüksəlməsini demək doğru olmaz, çünki bu qiymətlərin sabit saxlanması məhz həmin o rüsumlardan, əlavə dəyər vergisindən azad olma ilə tənzimlənirdi. İndi isə həmin o müddət bitib və köhnə qiymətlərə qayıdıb. Ən azından Novruz tətillərinə qədər Azərbaycan avtomobil bazarında qiymətlər sabit olaraq qalacaq. Ekspertlər deyirlər ki, avtomobil qiymətlərinə təsir edən əsas amillər ehtiyat hissələri, xam mal və daşınma xərcləridir. Əgər bunlarda artım olarsa, avtomobillər də bahalaşa bilər. Şəkərnan Şahəliyeva, Elvin Məmmədzadə, Seymur Səmədov, İqtisadi Zona.